Mən də təbrik edirəm hər birinizi, valideynləri təbrik edirəm. Allah uşaqlarımızın yolunu açıq eləsin. Kim bilir, bəlkə bir neçə ildən sonra elə mənimlə bir yerdə çalışacaqlar, həmkar olacaqlar. Bunu heç kim deyə bilməz. Şəmil müəllim, sizə minnətdaram. Məktəbimizin direktoruna minnətdaram məni dəvət elədiyiniz üçün. Mən əvvəldən axıra qədər çox diqqətlə baxdım. Çünki ilk dəfə idi belə bir tədbirdə iştirak edirdim. Burada həm bir millilik gördüm, bizim həm xanımların, həm bəylərin ümumiyyətlə tərzləri, özlərini ifadə eləmək bacarığı, geyimləri kifayət qədər yüksək səviyyədə idi. Bu ssenarini quranlara, yəni bu səhnə tərtibatını düzənləyənlərə mən çox minnətdarım. Hər şey öz yerli yerində o qədər idi ki, mən yüzlərlə tədbirdə iştirak eləmişəm, amma bu səviyyədə axıcılıq, bu səviyyədə millilik, yəni görməmişdim açığı. Hər bir gəncimizə uğurlar arzulayıram. Allah yolunuzu açıq eləsin. Sizi yaxşı insanlarla qarşılaşdırsın. Əsas məsələ budur. Həmişə qarşınıza yaxşı insanlar çıxsın ki, sizin də gələcəkdə uğurlarınız boz olsun. Çox sağ olun, minnətdarım. Şəkil çəkdirək, burada olmuşsa. Buna alaq ortamızda bu cavan oğlanlar. Bu bizim